36-cı sualda qanunauyğunluq belədir. Sütun kimi baxacam. Yuxarıdan aşağı baxacam. Bu fiquru götürür. Diqqət edin, özüm çəkirəm. Bu fiquru özü verib bizə. Bu hissəsi qara rəngdir, bu hissəsi isə xətlərdir. Fiquru götürür, sütun boyu baxanda saat əqrəbi istiqamətində fırladır. 90 dərəcə. Onda şəkil belə alınacaq. Bu hissəsi də belədir. Bu zaman şəklin içərisində gördüyümüz qara hissəni saat əqrəbi istiqamətində bir addım yerini dəyişir. Qara artıq gəlib, bax bu şaquli xətlər olan yerdə dayanır. Şaquli xətləri də özündən sonrakı fiqurun içərisindəki hissəyə atır. Baxın, bura gəlir. Bura gəlir. Artıq fiqur fırlandığına görə üfüqi xətlər alınır. Şəkil doğrudurmu? Bəli. Bu şəkli bir də saat əqrəbi istiqamətində 90 dərəcə fırlatsaq, şəkil belə alınacaq. Bu şəklin içərisində gördüyümüz üfüqi xətlər özündən bir sonrakı yerə keçəcək. Yəni hara? Bax, bura keçəcək. Bu hissəyə. Qara hissə isə üfüqinin yerini tutacaq. Yəni burada olacaq. Demək ki, bura olacaq qara rəng. Həqiqətən bu şəkildirmi? Bəli. İndi bu şəkli biz götürürük. Çəkirəm buradan. Bu şəklin içərisində gördüyünüz bu hissəsi qaradır. Bu hissəsi isə şaquli xətlərdir. Götürür, həmin şəkli saat əqrəbi istiqamətində 90 dərəcə fırladır. Alınır, şəklimiz belə. Bu şəklin də bu hissəsi xətlidir, bu hissəsi də belədir. Eləmi? Deməli, qara hissəni saat əqrəbi istiqamətində gətirir, bu xətlər olanın yerinə atır. Gəlir qara bura. Xətlər olanı da özündən bir sonrakına, yəni gəlir bura. Bu da təbii ki, fiqur fırlandığına görə şaquli xətləri idi, indi isə üfüqi xətlər olur. İndi bu şəkli götürəcək, saat əqrəbi istiqamətində fırladacaq. Onda alınacaq bax belə düz formada bir şəkil. Və bu gördüyümüz şəkildə şaquli xətlər özündən sonrakı, bu sol aşağı tərəfə gələcək. Fiqur artıq düzəldiyinə görə bura olacaq şaquli. Qarada həmin o şaquli olan xətlərin yerinə gələcək. Yəni bax bura. Hansı variantdır? Doğru cavab E variantıdır.